Hər vaxtın xeyir xatirə, bəli, Türkiyənin ən böyük aviasiya, müdafiə və aerokosmik sərgisi olan Saha 2024 başladı. Hazırda biz İstanbul Sərgi Mərkəzindəyik. Böyük bir sərgi keçirilir və sərgi canlı yayımımızda mən ümumi sərgi haqqında məlumat vermişdim. İndi isə Azərbaycan pavilyonu haqqında məlumat vermək istəyirəm. Çünki burada təmsil olunan nüfuzlu şirkətlər arasında məhz Azərbaycan da var və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərsilah Müdafiə Sənayesi Holdinqi öz pavilyonu ilə təmsil olunur. Pavilyonda 57 adda hərbi təyinatlı məhsullar təqdim edilir. Bunlar hansı məhsullardır? Çünki o məhsullar arasında ilk dəfə təqdim edilən silah və sursatlar da var. Daha ətraflı məlumatı hazırda yanımda olan Azərsilah Qapalı Səhmdar Cəmiyyətinin Təcrübə və Sınaq Mərkəzinin rəisi Ataş Cəbrayılovdan alacağıq. Hər vaxtınız xeyir Ataş müəllim. Xeyir olsun. Qeyd etdiyim kimi 57 adda hərbi təyinatlı məhsullar təqdim edilir Azərbaycan pavilyonunda. İstərdim, bunlar hansılardır? Ətraflı məlumat siz verəsiniz. Gördüyünüz stenddə müxtəlif çaplı sursatlardır. 7.62-54 mm-lik, 12.7 mm-lik, 14.5 mm-lik və həmçinin qumbaralar və minalardır müxtəlif çaplı. Eyni zamanda bizim ilk dəfə ADEX-də sərgilənən 7.62-54 mm-lik yeni snayper tüfəngimizi görürsünüz və ilk dəfədir sahada sərgilənir həmçinin. Gördüyünüz silah öz ergonomik parametrləri ilə bütün müasir tələblərə cavab verir. Bugün həm daxili bazarda, həm də xarici bazarda böyük tələbat var bu silaha və bu ilin sonuna qədər bütün dövlət sınaqlarının yekunlaşması nəzərdə tutulub və növbəti ildən serial istehsalata başlanacaq. Ataş müəllim, burada həmçinin digər biz sursatlarla yanaşı iri çaplı xüsusilə mən silahlar görürəm. Burada snayper tüfəngləri və pulemyotlar var. İstəyirəm o haqda da məlumat verəsiniz. Bəli, gördüyünüz stenddə də həmçinin bizim ənənəvi iri və kiçik çaplı snayper tüfənglərimiz nümayiş etdirilir. Və bunlardan 23 mm-lik əldə doldurulan snayper tüfəngimizdir. Bir 14.5 mm-lik yarım avtomatik snayper tüfəngi və 12.7 mm-lik və 7.60-54 mm-lik snayper tüfəngləridir. Belə və burada da həmçinin bu stenddə də həmçinin atıcı silahlarımız nümayiş etdirilir. Qeyd edim ki, gördüyünüz 12.7 108 mm-lik piyada pulemyotu, iri çaplı piyada pulemyotu ilk dəfə bu il ADEX-də sərgilənib və həmçinin sahada da ilk dəfə sərgilənir. Bununla yanaşı həmçinin bizim daha bir 12.7 mm-lik piyada pulemyotumuz nümayiş etdirilir və 14.5 mm-lik iri çaplı və uzaq mənzilli pulemyotumuz nümayiş olunur. Adını çəkdiyim yeni məhsulların həmçinin daxili bazarda və xarici bazarda böyük tələbatı var və növbəti ildən onların serial istehsalına başlanılacaq. Və qeyd edim ki, serial istehsal zamanı planın verilməsi üçün növbəti ildən 2 və 3 smenli növbəli işlərin təşkil olunması nəzərdə tutulub müəssisələrimizdə. Və həmçinin gördüyünüz hissədə də müxtəlif çaplı minatanlar nümayiş olunur və həmçinin 120 mm-lik mərmilər nümayiş olunur və sonda gördüyünüz də avtomatik qumbaratandır və o da həmçinin bizim müəssisənin istehsalıdır. Bu qədər. Təşəkkür edirəm Ataş müəllim. Bəli, qeyd edeyim ki, Azərbaycan pavilyonuna sərgidə maraq böyükdür. Müşahidələrimiz onu göstərir ki, artıq sərgi başlayandan sərgi iştirakçılarının sayı da artır və Azərbaycan pavilyonu iştirakçıların diqqətini çəkir, təqdim olunan məhsullarla maraqlanırlar. Bəli, xatirə onu da qeyd edeyim ki, Saha Expo 2024 bugün start götürdü və oktyabrın 26-sına qədər davam edəcək. Real olaraq buradayıq. Operatorum Arif Zeynalovdan ən son məlumatları çatdırmağa davam edəcəyik. Buyur xatirə, söz səndədir.